Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, təqdim olunan qanun layihəsi büdcə prosesində səmərəliliyin yüksədilməsi, məlumatlara çıxış imkanlarının genişləndirilməsi, büdcə qaydasının təkmilləşdirilməsi, xəzinə əməliyyatlarının sadələşdirilməsi və o cümlədən dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır. Qanun layihəsi Hesablama Palatasının rəyləri nəzərə alınmaqla büdcə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu zaman büdcə sistemi haqqında qanunun tətbiqi təcrübəsi də nəzərə alınmışdır. Nəzərə alsaq ki, həm İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində, həm də plenar iclasda bugün müzakirə etdiyimiz qanun layihəsinin istiqamətləri ilə bağlı hörmətli həmkarlarımız tərəfindən mütəmadi təkliflər təqdim olunmuşdur. Və eyni zamanda Hesablama Palatasının rəylərində bu məsələlər son illər mütəmadi təqdim olunan istiqamətlərdən idi. Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində il ərzində qalıq vəsaitdən birbaşa büdcədəkənar gəlirləri istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində xüsusilə uçotun aparılmasında və hesabatlıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, qalıq vəsaitlərdən istifadənin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli fərmanı ilə təsvir edilmiş şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsi nəzərdə tutulan daxil olmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamının saxlanması və istifadəsi qaydasının uyğunlaşdırılması zəruridir. O baxımdan məhz Cənab Prezident tərəfindən imzalanmış fərmana uyğun olaraq bu qaydaların uyğunlaşdırılması kifayət qədər zəruri xarakter daşıyırdı. Bu baxımdan büdcə prosesində uçotun təkmilləşdirilməsinə ehtiyac yaranmışdır. Bu da büdcə xərclərinin səmərəliliyinin gücləndirilməsi aspektindən vacib hesab olunur. Digər tərəfdən, büdcə sistemi haqqında qanunun 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin 2 dəfə uçot alınmasına gətirib çıxarır. Yəni, istifadə edilməyən vəsaitlər həm cari ildə, həm də növbəti mali ilində uçota alınırdı ki, bu da vəsaitin vahid uçot prinsipinə uyğun gəlmirdi. Və praktik olaraq istifadə edilməyən vəsait yeni gəlir olmasa da belə, mövcud qanunvericiliyə əsasən o növbəti mali ilində gəlir kimi uçota alınırdı ki, bu baxımdan təbii ki, büdcə sistemi haqqında qanuna dəyişiklik edilməsi zərurəti yaranırdı. Eyni zamanda sözgedən qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərinin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə hər il təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi olmaqla yanaşı dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da bizim müzakirə etdiyimiz qanunun 10.1.3-cü maddəsi ilə ziddiyyət təşkil edir. Bütün bunlara yanaşı qeyd olunmalıdır ki, dövlət büdcəsinin nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə il ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu təsnifata uyğun olaraq aparılır. Yəni, bu deməkdir ki, həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində görsənmir. Bu baxımdan təbii ki, dövlət büdcəsinin müxtəlif mənbələrdən həmin təşkilatlara cəm ayrılmış vəsaitlərlə bağlı məlumatın əldə edilməsində çətinlik yaradırdı. Bu kontekstdən təbii ki, təklif edilən qanun layihəsi həm də məlumatların çıxış imkanını artırması baxımından vacib hesab olunur. Eləcə də qanunun 20.6-cı maddəsinə uyğun olaraq dövlət büdcəsinin icrası haqqında qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və eləcə də Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına
konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsərrüfat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bu qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsərrüfata uyğun olaraq, yəni konkret təşkilat və tədbirlər üzrə icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə prezidentinin həmin qanunun tətbiqi ilə bağlı imzaladığı fərman ilə təsdiq olunur. Vacib məqamlardan biri qanun layihəsində büdcə qaydası ilə bağlıdır. Bildiyiniz kimi, mövcud qaydalara əsasən icmal büdcənin qeyri-net baza kəsiri, qeyri-net ümumi daxili məhsula nisbətən göstəricisi həm yuxarı hədd üzrə növbəti il üçün, yəni növbəti maliyyə il üçün, həm də sonraki 3 il üçün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunur. Amma nəzərə alsaq ki, son dövrlər Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq bir sıra vacib xərcləmələr həyata keçirilir. Xüsusən ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsinin gücləndirilməsi, böyük qayıdışa dair birinci dövlət proqramı və sosial-iqtisadi inkişaf üzrə strategiya nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin vəsaitlərin ayrılması şərtlendirilir ki, bu da həm cari, həm də növbəti illər üzrə təsdiq olunmuş büdcə qaydası ilə bağlı və büdcə qaydasının gözlənməsi ilə bağlı müəyyən risklər yaradır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşməsini zəruri etmişdir və bizim bugün müzakirə etdiyimiz qanun layihəsində təklif edilən istiqamətlərdən biri də məhz büdcə qaydasının təkmilləşdirilməsi və Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlı fiskal ildə və eləcə də növbəti illərdə risklərin minimumlaşdırılması ilə bağlıdır. Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur. Və həmin hesabın qalığında mövcud olan vəsaitin idarə edilməsi məhz bu kontekstdən məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun əsasında bəzi aylarda aylar arasında vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, həmin vəsaitin də qısa müddətli dövrdə idarə edilməsi dövlət büdcəsinə əlavə gəlirin qazandırmasına imkan yaradır. Və nəzərə alsaq ki, bəzi aylarda biz xəzinə hesabında vəsaitlərin və qalığın kifayət qədər yüksək məbləğ ifadə olunmasını müşahidə edirik. Amma həmin vəsaitlərin idarə olunmaması dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə imkan yaratmır. Və yeni təklif edilən layihə imkan verəcək ki, həmin qalıqlardan istifadə etməklə dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsi mümkün olsun. Bütün bunlarla yanaşı, ötən illərin təcrübəsi göstərir ki, qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin qanuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizmi təkmilləşdirilməsinə ehtiyac yaranır. Yuxarıda qeyd edilən məsələlərin tənzimlənməsi üçün büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsində aşağıdakı müddəalar öz əksini tapmışdır. Birinci, mövcud qanunda orta müddətli dövr 4 il əhatə etdiyinə görə, ondan sonraki dövr əhatə edilən anlayışın açıqlanması, layihə uzun müddətli dövr ifadəsinin daxil edilməsinə, həmçinin nizamlama kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirməsinə imkan yaradacaq. Və nəticədə biz artıq bugün müzakirə etdiyimiz qanun layihəsi ilə yalnız orta müddətli dövr deyil, eyni zamanda uzun müddətli dövr anlayışından istifadə edə biləcək. Eləcə də dividendlər dövlət büdcəsinin gəlir mənbələrinin bir hissəsi kimi tanınacaq ki, bu da təbii ki, fiskal gəlirlərin genişləndirilməsi və daha çox vəsaitin dövlət büdcəsinə cəlb edilməsi baxımından vacibdir. İkinci, məqsədi büdcə fondlarının ilin sonuna qalan və istifadə olunmuş vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi mümkün olacaq. Üçüncü, layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi mümkün olacaq. Dördüncü, vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətləri dəqiqləşdiriləcək. Bu da təbii ki, dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsi baxımından vacibdir. Beşinci, vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, həmin hesabın qalığının idarə edilməsi, büdcə ilə ərzində büdcə artıqlığının, yəni profisinin bir hissəsinin təminat fondundan köçürülməsi mümkün olacaq ki, bu isə dövlət borcunun idarə edilməsi baxımından vacib məqamlardan biridir. Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği
dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alsaq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədi ilə dövlət öhdəliklərinin götürülməsi prosesi mümkün olacaq. Növbəti müsbət istiqamətlərdən biri büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədi ilə müvafiq yuxarı hədd göstərisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə Nazirlər Kabineti ilə razılaşdırılması nəzərdə tutulur. Sonuncu, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimum endirilməsi, həmçinin büdcə vəsaitlərinin səmərəli istifadənin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qeyri-neft gəlirlərin orta müddətli dövrü üzrə hədəf göstərisinin dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanması və təqdim olunan sənədlər siyahısına daxil edilməsi mümkün olacaq. Bütövlükdə qanun layihəsi bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə, dövlət büdcəsinin vəsaitlərinin şəffaf istifadə edilməsinə, eyni zamanda fiskal gəlirlərimizin artmasına imkan verəcək. Nəzərə alsaq ki, büdcə sistemi haqqında qanuna təklif edilən dəyişikliklər fundamental xarakter daşır. O baxımdan bu təbii ki, təqdimat müəyyən daha çox müddəti tələb etdi, ona görə üzrlü hesab edir, amma nəzərə almaq lazımdır ki, qanun və